Biz hal-hazırda Rəşad qardaşımız hardayıq? Biləsuvar rayonunun Nəsimi kəndində. Bəli. Bu kənddə 1995-ci ilin 19 fevralında dünyaya göz açmış daha bir qəhrəmanımızın Ruslan Sakidoğlu İbadlının Mövlud gününə gedirik. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Amin. Bəli. Bizim elə qəhrəman oğullarımızdan da biri məhz Ruslan İbadlı Sakitoğludur. Hansı ki müharibə başlayanda ayrı-ayrılıqda valideynlərinə şükür olsun müharibə başladı. Məndən sarı narahat olmayın. Bir Allah'a ki başladı. Heç nədən narahat olma, göz arkada qalmasın. Öpürəm hamınızı, özdən müğayət olun, haqqınızı halal edin. Telefonu da söndürmüşəm, evdən zəng eləsələr, deyən başqa telefondan əlaqə saxlayır. Yaxşı qardaş, öpsün səni, özünə yaxşı var. Şəhid olsam, vətən yolunda, torpaq yolunda gedirəm. Bəli. Allah ruhunu şad eləsin. Amin. Amin. Allah qazilərimizə can sağlığı versin. Allah dövlətimizi qorusun, dövlətçiliyimizi qorusun. Allah Ali Başkomandanımız İlham Əliyev cənablarını qorusun. Amin. Bəli, bizim dövlətçiliyimizin, bütövlüyümüzün, möhtərəm prezidentimizin o göstərdiyi dəmir yolun sayəsində Azərbaycanın 30 ildən yuxarı olan, işğalda olan torpaqları azad olundu. Bəli. Və şəhidlərimizin qanı bahasına, bəli, canı bahasına bu torpaqlarımız işğaldan azad olundu. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, Allah qazilərimizə can sağlığı versin. Sağ olun müəllim. Rəşad qardaşımızla sənə də təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Bu humanitar işdə Mübarizələr Cəmiyyəti adından təsisçimiz Əbülfət müəllimin adından da bu ailəyə başsağlığı veririk. Bəli. Allah rəhmət eləsin. 5 ildən yuxarıdır. Biz humanitar sahədə fəaliyyət göstəririk və Türkün Fəxri qəzeti fəaliyyət göstərir. Ayda bir dəfə qəzetimiz çıxır. Bəli. Məğlub edilməz jurnalımız var. Bəli. Mübarizələr Cəmiyyətində YouTube kanalımız var və xüsusi səhifələrimizdə belə çəkilişləri çəkib paylaşırıq. Allah rəhmət eləsin. Allah rəhmət eləsin cəmi şəhidlərimiz. Amin. Adı ilə böyüsün. Amin. Qardaş oğludur şəhidimizin. Xalam nəvəsidir. Allah can sağlığı versin. Amin. Təşəkkür edirəm. Sağ olun. İlahi, bu qanun nə qəribədir. Bir ölüm min canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə Yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlib. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlib. Candı şəhid, yaşayan candı şəhid. Torpağın üstündəki bircə damcı qandı şəhid. Elə bir rütbədir. Amin. Mübariz İbrahimov'un adını yaşadan Mübarizələr Cəmiyyətinin adına Sakitoğlu'nun mövluduyla ziyarete gelmiş. Bir hafta ziyaret olmuş. Ziyarete geleseydi ona baktılar. Şimdi buraya gelmeye planlaşdırdık. Çünkü bizim diğer tedbirlerimiz de var. Allah rahmet bunu şad eləsin. Şəhidimiz Ruslan Mövlud
sağlığı versin. Ben sizi halka hizmete çağırıyoruz. İslam Respublikası bizim dinimiz var, imanımız var. Allah size can sağlığı versin ki bu tedbirleri siz möhteşem olursunuz. Daimi mövcutlarda, alım günlerinde bir yerdeyiz. Allah size can sağlığı versin. Var olun. Azərbaycanımızın Amin. Amin. Ben həmişə deyirəm, bura gələndə yolda da mən qeyd elədim. Bizim şəhidlərimiz öz canların vətən yolunda, torpaq yolunda qurban verdilər. Və o cümlədən bizim İslam balamız müharibə başlayanda şükür olsun deyib. Səs atıbdır. Mən xahiş eləyəcəm Rəşad qardaşımızdan, o səsi də bizim YouTube kanalına Boş. ben verərəm o səsi sənə. Belə də bizim gənclərimiz, şəhid gənclərimiz gələcəyə bir örnək oldular. Azərbaycan tarixini yenilədilər. Yeni qəhrəmanlar. Azərbaycan onsuz da həmişə qəhrəmanlar yurdu oldu. Tarixən, öz vətənin, torpağın uğrunda həmişə vuruşublar. Bu da bizim yeni nəslin qəhrəmanlarıdır. Ruhu şad olsun şəhidlərimiz. Bir daha rəhmət eləsin cəm şəhidlərimizi. Ruhları şad olsun. Elhamdülillah Rabbil Alemin. Ruhu tutarım. Bu cemi şehitlerimize olmuşlar. Nasıl şehitlerimize olmuşlar. Hakkı Seyyidina Rabbi ve Nezem. Ve cemiyen ve rahmetullah. Ve bi hürmet sunetin ve Fatiha. Muhammed sallallahu Sallallahu. Bismillahirrahmanirrahim. Bismillah. Elhamdülillah. Malik yevmiddin. Sırat-ı Hayır Allah şehitlerimize rahmet eylesin. Allah mekamlarını uzay eylesin inşallah. Amin. Gazilerimize can sağlığı versin. Allah vətəni qoruyan bu şəhidlərimizin son məkanıdır. Bəli, bunların amma məkanları cənnətdir. Bunlar cənnətlə müjdələnir. Şəhidlərimizi bizim də borcumuz da bunları hər an yad eləmək. Bəli. Yaddan çıxartmaq olmaz. Vətən uğrunda, vətən uğrunda, el uğrunda, vətən deyilib Azərbaycan bayrağı olsun, torpaq olsun. Kan axıdırlar, kanla onlar kəfənlənir. Onlara kəfən düşürməyib ondan sonra. Yuğulmayıb şəhidin qanı kəfənidir. Buna Allah bütün şəhidlərimizi rəhmət etsin. Bunlar başımızı vətənimizin uğrundan getdilər, yəni başımızı uzatdılar. Neden vətən adam bilir, danışma bilmir. Ne desin Allah? Yani her şeye layık. Bizim başımızı var üzerinde. Bəli, bəli, bəli. Buyur sizin. Allah rəhmət eləsin cəm Amin. şəhidlərimizi. Amin. Əbülfət müəllimin adından təsisçimiz, o cümlədən Milli Qəhrəmanın adını yaşadan Mübarizələr Cəmiyyətinin qrupunun adından başsağlığı veririk cəm şəhidlərimizin valideynlərinə. Amin. Allah məkanların cənnət eləsin, Cənnət. onsuz da onlar cənnətdədirlər. Amin. Ruhları şad olsun bir daha. Qazilərimizə can sağlığı, Amin. Ulu öndərimin davamçısı Amin. Cənab İlham Əliyevə can sağlığı Amin. bizim dövlətçiliyimizi Amin. qoruyur Amin. və xalq onun arxasında həmişə Arxasında. durmağa hazırdır. Bəli. Allah vətəni qorusun Azərbaycan. Rəşad, sizə də təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Sağ olun, Həmişə minnətdaram. Bizim humanitar, bizim bu 5 ildə humanitar işimizdə fəalsınız, Borcumuz- iştirak edirsiniz. Sizə də təşəkkür edirəm. Sağ olun, mən sizə minnətdaram. Sağ olun.